Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya vel mursalin. Nebina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Sizdən soruşdum ki, nədən danışaq, hansı mövzudan danışaq? Qardaşlarım biri dedi ki, məscidin ədəblərindən danış. Bu məscidin, yəni ki, bu mövzu ilə ilgili, məscidin ədəblərinin ilgili dəfələrlə danışmışıq. Şək yoxdur, amma yenə də belə bir sualın zehnə gəlməsi gerçəkdən ona işarə eləyir ki, bugün bu məsələdə məscidin ədəblərinin riayətində, məscidin ədəblərini yerinə yetirməkdə yenə səhlənkarlıq var müsəlmanlarda. Adətən məscidlərə gedən qardaşlar bu şeylərə bəzən şahid olur. Hansı ki, müsəlman, dəfələrlə demişik ki, qardaşlar, məscidə, yəni ki, evinə göstərdiyi hörmətdən daha çoxunu göstərməlidir məscidə. Bir çoxlarımız var, məsələ o şeylər olsa bizim şəxsi evlərimizdə, onlara yol açmarıq, izin vermərik, etirazımızı, narahatçılığımızı bildirərik. Amma məscidə olarkən sanki görməməzlikdən gəlirik. Onlardan qardaşlar ən məşhuru məsciddə xoşa gəlməyən təsərrüfatlardan, davranışlardan biri, məsələn, məsciddə bir insanın yüksək səslə danışması, ibadət eləyən birinə əziyyət verən səviyyədə danışması, bir insanın məsciddə hündür səslə, məscidin daxilində, içərisində hündür səslə danışaraq, cəmaata əziyyət verməsi, mane olmasında israrlı və davamlı olması. Biri var ki, insan həyatında bir dəfə nəsə olur ki, səsini qaldırır, ya kimisə çağırır, kiməsə otur, kimisə qalır, ya kiməsə nəyisə ver, deyir ki, məsələ bunun üstə çox getmək lazım deyil, bir dəfə olan şeydir. Amma adət olarsa bir adamda bu, məscidə hörmətsizlik, daima içəri girəndə qəhqəhə çəkib gülmək və yaxud da şit zarafatlar və yaxud da məsələ oturub bir dostunun yanında hündür səslə söhbət eləmək. Siz təsəvvür edin, qardaşlar, məscid bir adamın deyil. Məscid və yaxud da restoran deyil ki, burada da otura bilərsən, yəni burada sənindir və bu da sərbəstdən. Və yaxud da kupe deyil məscid. Məscid ümumiyyətlə ibadət əhli olan hər kəsindir. Allahın evidir bu. İbadət olunan yerdir bu. Sən təsəvvür elə, sən bir söz danışırsansa bir dostun yanında, iki söz danışırsansa, sən təsəvvür elə, 100 adamın hərəsi iki söz danışsa nə qədər söz eləyir? Nə qədər söz eləyir, qardaşlar? 200 söz eləyir. Yəni, bir dəqiqənin içində 200 söz, adam 200 söz danışsa, nə qədər məsciddə səsküy ola bilər? Bunu gəlin belə eləyək. Tətbiqat olaraq özümüz bunu həmişəki kimi bir neçə dəfə eləmişik, onu yenə də eləyək. Hamısı, hər kəs sakit durun. 5 saniyə sadəcə. Səs çıxırmı? Səs çıxmır. Hərə 2 söz düşünün. Mən 1, 2, 3 deyəndə hərə 2 söz deyim. Məsələ, ağlına gətir, kitab, sünnə, tövhid, əqidə, namaz, oruc, nə bilim, zəkat, həc. Hərə 2 söz düşünün. Mən 1, 2, 3 deyəndə hündür səslə yox ha. Normal 2 söz ağzından çıxartması, 2 söz deyinən. 1, 2, 3. Təkrar. 1, 2, 3. Fikir verirsinizmi səsə? Əgər biz deyəndə ki, məsciddə danışmayın, məsələ bir adamdan getmir, qardaşlar. Söhbət oradan gedir ki, hər kəs sənin kimi danışsa, məscidin halı nə günə gələr bilginin. Sən danışanda, başqası da sənə baxıb danışır. O birisi buna baxıb danışır. Birinə danışmaya deyəndə, deyir, o birisinə niyə demirsən? Ona görə, biz fəsadın önünü almaq üçün deyirik ki, məscidə girəndə yüksək səslə danışma. Əslində heç danışma. Əgər ehtiyac yoxdursa, zəruri hallarda danışmağa ehtiyac olarsa, onda o zaman ətrafdakilərə əziyyət vermədən, mane olmadan, zərurət miqdarında nəyisə danışmaq olar. İkinci məsələ, qardaşlar, məscidə girərkən insan ayağını kontrol eləməsi. Xüsusən yay aylarında, corab geyinən qardaşlar, bəzi insanların ayağında xəstəlik ola bilir, bəzi insanlar ola bilsin ki, işdən gəlir, ya məşqdən gəlir, ya haradansa ola bilsin ki, xoşa gəlməyən qoxu gəlir ayaqlarından. Məscidə girdikdə bəzən insan ola bilsin ki, həm ayağından iyi gəlir, həm də məsələn adam iyi bilmir, özü iyi bilmir.
Bu müsibətin üstə müsibətdir. Çünki boynuna qoya bilmirsən ki, ayağından iyi gəlir. Ona görə kim iyi bilmirsə, hər özünü yaxşı bilir, yəni durum nədir? Dostuma deyinən, yəni ki, bax gör bu problem zadı var mı məndə? Bunda eyib deyil yəni. Ona görə qardaşlar, nə etmək lazımdır? Kontrol etmək lazımdır ki, ayağımızdan, corabımızdan iyi gəlməsin ki, məscid əhlinə əziyyət verməyək. Sən, mən, o bugün ayağını qoyduğu yerə, xəlçənin üstünə, gəbənin üstünə, palazın üstünə, həsirin üstünə, harasa başqası alınını qoyur, ora səcdə yerini qoyur. Sən təsəvvür elə, qoxu gələn yer, dəyən yerin üstə bir adam səcdəyə gedibsə, ona Allah səbr versin. Yəni, nəfəs almaq biraz çətin məsələdir. Həmçinin qardaşlar, məsələlərdən biri dəstəməzxananın təmizliyinə riayət eləmək. Dəstəməzxanaların təmizliyinə riayət eləmək. Bəzi gözəl söz eşitmişəm, bəzi ölkələrdə dəstəməzxanaya, xüsusən də tualetin qabağına yazıb vururlar. Gerçəkdən gözəl sözdür. Deyir ki, tualeti görmək istədiyin kimi tərk elə. Sən necə istəyirsən, açanda tualetə girdikdə görəsən, təmiz istəyirik, hamımız görə, eləcə də özün o şəkildə tərk et. Bu qaydaya müsəlmanlar bugünkü gündə dəstəməzxanalarda, tualetlərdə, məscidə xüsusən riayət eləyərlərsə, inşallah bu bəlkə də bir çox qeyri-müsəlmanlar gəlib, çox müsəlmanların tualetə girməyinə, çıxmağına, dəstəmiz almağına baxmayaraq, o təmizliyə gəlib şahid olsalar, bir çox insanların da əslində İslam'a girməklərinə, İslam'ı bəyənmələrinə səbəb ola bilər. Çünki ən çox bugün ittiham olunur müsəlmanlar nədə? Pintilikdə, təmiz olmamaqda, çirkinlikdə, onda, bunda, paltarlarında, evlərində. Düzdür, elhamdülillah, İslam aləmində, İslam dinində təmizlikdən söhbət gedəndə qeyri-müsəlmanlar bilmirdi təmizlik nədir. Ən azından bir müsəlman gündə əmr olunursa ki, hər dəstəmaz pozulanda, dəstəmaz alsın, namaz qılmaq istəyəndə və həmçinin dinimizdə hər canabətdən sonra qusl almaq vacibdirsə və eləcə də müsəlman məscidə gəldikdə ən təmiz paltarını geyinib, ən təmiz və təzə paltarını geyinib gəlməyi gözəl əməllərdəndirsə və ətir ən önəmli bəyənilən məsələlərdəndirsə, misvak dişlərimizi təmizləmək üçün misvakdan istifadə etmək savab məsələsinə görədirsə, hansı dində, hansı millətdə var bu? Hansı millətdə var bu? Biz bunu din olaraq əmr olunmuşuq bu şeyləri yerinə yetirməyə, kiminsə razılığına gələk deyə deyil. Allah tərəfindən biz bunları eləyirik. Allahın əmrini yerinə yetirərək, kiminsə xoşuna gəlməkdən ötürü deyil. Və bu baxımdan da deyirik ki, qardaşlar, İslamın gözəl, hardan baxsan İslamın gözəlliyi ortada barizdir. Ortada açıq-aşkardır. Yəni gizli olmayan bir şəkildədir. Bu qədər, bu üç şey ən önəmlilərindəndir. Baxmayaraq başqa ədəblər də var. Bu üç şey bu dərsdə bununla kifayətlənək. Birincisi məsciddə səssizlik, ikincisi məsciddə bədənin, geyimin, xüsusən ayağın qoxulardan təmiz olması, üçüncüsü dəstəməzxanaların və tualetlərin təmizliyinə riayət etmək. Və sallallahu aleyhi və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain.